Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Tədbirdə Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə, Nazirlik və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər. Infoturun məqsədi peşə təhsilində aparılan islahatlar və regionlarda yaradılan müasir tədris imkanlarını təqdim eləmək olub. İştirakçılar mərkəzin maddi-texniki bazası ilə tanış olublar. Bildirilib ki, müəssisədə tədris və yataqxana korpusları, laboratoriyalar, istixana, emalatxanalar, müasir sinif otaqları, kitabxana, aksiyalı və digər zəruri infrastruktur mövcuddur. Hazırda mərkəzdə 42 ixtisas üzrə 53 qrupda 962 tələbə təhsil alır. Tədris, turizm, kənd təsərrüfatı, sənaye xidməti, IT və alternativ enerji sahələrini əhatə edir. Eyni zamanda elektrik və hibrid avtomobillər, kibertəhlükəsizlik, proqramlaşdırma və günəş panelləri kimi müasir ixtisaslar da tədris olunur. Səhər saatlarından etibarən artıq Lənkəran Dövlət Peşə Mərkəzində bir yerdə olduq. Həm bizim təhsil sahəsində fəaliyyət göstərən həmkarlarımız, həm media sahəsində göstərən həmkarlarımızı burada görmək çox xoşdur. Bilirsiniz ki, bu ilin fevral ayında möhtərəm cənab prezident tərəfindən bu müəssisənin açılışı olubdur. Bu müəssisə Lənkəran Dövlət Peşə Mərkəzi bütövlükdə Lənkəran şəhərinə, eləcə də hesab edirəm ki, bütün Azərbaycana ölkə başçısının hədiyyəsidir. Və bu müasir standartlara malik yenilənmiş infrastrukturda peşə təhsil müəssisələrini biz artıq görürük. Bizim çox yaxşı nəticələrimiz var. Bugün siz gördüyünüz kimi təhsilin, tədrisin həm nəzəri aspektləri, həm praktiki aspektləri bu gözəl müəssisədə öz əksini tapıbdır. Infotur çərçivəsində master klasslar təşkil edilib, tələbələrin praktik məşğələləri nümayiş olunub. Infotur çərçivəsində Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə regionlarda peşə təhsili, imkanlar və perspektivlər mövzusunda təqdimatla çıxış eləyərək sahədə yeniliklər və inkişaf istiqamətləri barədə məlumat verib.